Salam əziz abituriyentlər və müəllimlərin işə qəbulu üzrə hazırlaşan müəllimlərimiz. Bugündən kimya test toplusu ikinci hissə üzrə çalışacağım sizlərə. Testlərin izahını təqdim edim və testlərin izahını təqdim etdikcə həmin mövzudan nəzəri hissələrə də toxunacağım. Bugünkü ilk mövzumuz fosfordur. Başlayaq ilk testdən. Bizim ilk testimiz fosforun hansı birləşməsindən qazların qurudulmasında istifadə edilir? Bu P2O5-dir. P2O5 hidroskopik xassəyə malik olduğu üçün qazların qurudulmasında istifadə edilir. Hansı oksidin su ilə reaksiyasından temperaturdan asılı olaraq müxtəlif turşular alınır? Bu sualı 7-ci testdə cavabını görə bilərik. P2O5-in müxtəlif temperaturlarda su ilə reaksiyasından müxtəlif turşular əmələ gəlir. 7-ci testdə bunu daha ətraflı izah edəcəm, hansı turşular əmələ gəlib. Və ikinci testdə olacaq cavabımız P2O5. Fosfor oksigende yandıqda hansı maddə əmələ gəlir? Bu P2O5-dir. P2O5 turşu oksididir. Dördüncü sualımız. Ağ fosfor və ozonun bir molekulunda olan atomların sayları cəmini müəyyən edin. Biz bilirik ki, ağ fosfor P4 olaraq yazılır. Ozon isə O3 şəklində qeyd olunur. Bunların indeksini, yəni 4 üzərinə gəldik 3 alınacaq 7. Cəmləyəndə 7 alırıq və burada cavabımız olacaq C variantı. 5-ci sualımız. Allotropik şəkil dəyişmələri olan təbiətdə yalnız birləşmələr şəklində yayılan elementi göstərin. Buradan allotropik şəkil dəyişmələr bu tərzdə daha asan yadda saxlaya bilərsiniz. Zoosis şəklində. Yəni bunlara hansılar aiddir? Karbon, oksigen, fosfor, silisium və kükürt. Bunların allotropik şəkil dəyişmələri var. Və testimizə qaydaq. Allotropik şəkil dəyişmələri olan təbiətdə yalnız birləşmələr şəklində yayılan element. Burada azot allotropik şəkil dəyişməsi yoxdur və yalnız birləşmələr şəklində fosfordur. Digərləri həm sərbəst, həm də birləşmələr şəklində rast gəlinir. 6-cı sualımızda hansı qeyri-metal təbiətdə yalnız birləşmələr şəklində yayılmışdır və adi şəraitdə bərk haldadır? Burada biz bərk sözünə diqqət yetiririk və təbii ki, birləşmə şəklinə. Xlor və fosfor təbiətdə birləşmə şəklində rast gəlinir yalnız. Xlor qaz şəklindədir, fosfor isə bərk şəklindədir. Bərk olduğu üçün burada bizdən bərki soruşur. Ona görə də D variantı olacaq testimizin cavabı. Gəlirik 7-ci testimizə. Burada P2O5 su ilə soyuq halda reaksiyaya gedəndə HPO3, yəni metafosfat alınır. İlıq şəkildə reaksiyaya gedəndə ortofosfat alınır. Qaynar şəkildə getdikdə isə H4P2O7, bu isə pirofosfat adlanır. Burada oldu cavabımız Y variantı. 8-ci test. X-i sənayedə havadan alırlar. Biz sənayedə havadan oksigen və azot alırıq. YH3 birləşməsi qazdır. Burada NH3 də ola bilər, PH3 də ola bilər. Cavabımız D variantıdır. Çünki alüminium metaldır, qaz şəklində ola bilməz. X-imiz də dedik azotdur. Gəlirik 9-cu suala. 9-cu sualımızda X-in oksigenlə reaksiyası endotermikdir. Biz belə bir fikir demişdik ki, birləşmə şəklində olan reaksiyalar eksotermikdir və bunlardan istisnamız var idi bizim, hansı ki xatırlayırsınızsa N2 üzərinə O2 gəlirik, alınır NO. Buna şimşəyin çaxması reaksiyası da deyilir. Biz istisna olaraq bu reaksiyanı endotermik reaksiya adlandırmışdıq. Y isə ağ tüstü əmələ gətirməklə yaranır. Bu isə fosfordur. İrəliləyən dəqiqələrdə sizə bildirəcəm kibritin alışmasını. Orada ağ tüstü şəklində ayrılır fosfor və burada cavabımız
Y variantı olacaqdır. 10-cu sual. Gördüyünüz bu quruluş ağ fosforun quruluşudur. Verilən variantlarda birinci variant düzdür. Ağ fosfordur. Molekulyar kristal qəfəsə malikdir. Atom kristal qəfəsə isə qara və qırmızı fosfor malikdir. Daha sonra deməli burada doğru cavablarımız nə oldu? 1 və 3. Cavab Y variantı. 11-ci sualda isə deyir, alovlanma temperaturu azalma sırası ilə düzün. Bizdə ağ fosfor adi şəraitdə belə alovlana bildiyi üçün azalma sırası dediyinə görə qara, qırmızı və ağ olmaq üzrə düzəcək. 12-ci sualımızda sıxlığı bizdən soruşur. Sıxlığı ən çox olan qara fosfordur. Artır dedikdə isə ağ, qırmızı və qara olmaq üzrə düzəcək. Hansı reaksiya tənliyi kibritin alışmasını əks etdirir? Deməli, kibritin alışması reaksiyasını, yəni burada kibriti, burada 2 qırmızı fosfordur, 1 isə kalium xlor O3'dür. Və gəlirik burada reaksiyamıza. Reaksiyamız C variantı olacaqdır. P2O5 əmələ gəlir və kalium xlorid əmələ gəlir. Kalium xlor O3-nə reaksiyasıdır fosforun. Daha sonra 14-cü testimiz. Qırmızı fosfor üçün hansı ifadə doğrudur? Toz halında maddədir. Düzdür, suda həll olur. Xeyr. Fosforun heç bir allotropik şəkil dəyişməsi suda həll olmur. İ yoxdur. Doğrudur. Qırmızı fosforun İ'si yoxdur. Qaranlıqda işıq verir. Bu yalnız ağ fosfora aid xassədir. Və cavabımız oldu 1 və 3. 15-ci sual. Hansı reaksiyalardan P2O5 alınır? Kalium xlor O3-ün fosforla reaksiyasından P2O5 və kalium xlorid alınır. Kalsium orta fosfatın silisyum O2 ilə reaksiyasından kalsium silikat və P2O5 alınacaq. Fosfor nitrat turşusu və suyun reaksiyasından orta fosfat turşusu və NO alınacaqdır. Onun üçün burada cavab olur 1 və 2. 16-cı testimizə gəlirik. Hansı ifadə doğru deyil? Qırmızı fosfor qaranlıqda işıq saçır. Xeyr, elə bu testimiz doğru deyil. Daha doğrusu bu cavabımız doğru deyil. Bu ağ fosfora aid bir xassədir. 17-ci testimiz. Gəlin burada sizə digərlərini də izahını verim. Digər variantlar niyə düzgündür? Ağ fosfor zəhərli maddədir. Bu doğrudur. Ağ fosfor qaranlıqda işıq saçır. Doğrudur. Ağ fosfor qırmızı fosfordan kimyəvi cəhətdən daha fəaldır. Bəli. Həm ağ, həm də qırmızı fosfor oksigende yanaraq P2O5 əmələ gəlir. Düzdür. 17-ci testimiz. Fosfor üçün hansı ifadə doğru deyil? Qatı nitrat turşusu ilə reaksiya daxil olur. Doğrudur. Baş oksidinin formulu P2O5'dir. Doğrudur. Adi şəraitdə suda həll olaraq turşu əmələ gətirir. Biz dedik, ağ fosfor, qırmızı fosfor və qara fosforda suda həll olmur. Yəni bu variantımız səhvdir. 18-ci test. Qırmızı fosfor üçün hansı ifadə doğru deyil? Suda həll olmur. Doğrudur. İyisizdir. Doğrudur. Atom kristal qəfəsinə malikdir. Doğrudur. Qaranlıqda işıq saçır. Bu doğru deyil. Ağ fosfora məxsus bir xassədir bu. 19-cu testimiz. Ağ fosfor üçün hansı ifadə doğru deyil? Suda həll olur. Səhvdir. Heç biri suda həll olmur. P2O5 üçün hansı ifadə doğrudur? Əsasi oksiddir. Xeyr, biz ilk testlərimizdə də dediyimiz kimi turşu oksididir. P2O5 və hidroskopikdir. 21-ci testə gəldikdə isə hansı reaksiya fosfor atomu oksidləşdiricidir? Oksidləşdirici deyəndə, yəni azalır. Burada P5, burada da 5 olacaq. Daha sonra burada reduksiya edicidir. Çünki 0'dır. 5'dən 0'a gəlir. Oksidləşdirici olur. Üzr hesab edin. Oksidləşdiricidir. 5'dən 0'a gələcək.
Burada 5 sıfıra gəlir. Onun üçün oksidləşdirici olur, yəni azalır. Daha sonra 22-ci sualda hansı reaksiyada fosfor atomu reduksiya edicidir, yəni çoxalır? Gəlirik burada pH 3. Burada fosfor -3-dən müsbət 5-ə gəlir. Ona görə də reduksiya edicidir. Hansı reaksiyadan fosfor alınır? Biz burada qeyd etmişdik ki, kalsium ortofosfat, koks və silisium oxi, yəni qumun reaksiyasından fosfor alınır. Kalsium silikat, fosfor, CO qazı alınır. 24-cü sualımızda X maddəsi üçün hansı ifadələr doğrudur? Yəni kalsium ortofosfat üçün. 1. Kalsium ortofosfatdır. Düzdür. Turş duzdur. 2 qat superfosfatın alınmasında istifadə olunur. Burada deməli düzgün cavab oldu 1 və 3. Burada qeyd etmişəm reaksiyasını. 2 qat superfosfatın alınmasında istifadə olunur. Burada 2 qat superfosfat alınır. Daha sonra 25-ci testimizdə kibritin istehsalında fosforun tətbiqi hansı halda doğru göstərilmişdir? Burada 2 nömrəli, yəni qırmızı fosfordur bu. Birinci nömrəli isə kalium xlor O3-dür. Kalium xlor O3-ü gəlirik burada fosforla reaksiyasını apardıqda ağ tüstü ayrılacaqdır. Bu isə doğru cavabımız B variantıdır. 2 qırmızı fosfor. 26-cı testimizə gəlirik. Reaksiyaya daxil olduğu maddə qaynar su, ilik su və soyuq su. Biz bu testi burada cavabını vermişdik. Nə alınır? Deməli, burada alınacaq metafosfat. Metafosfat soyuq suyla gedir. İlıq suyla dedik pirofosfat alınır. Qaynar suyla isə ortofosfat alınır. Cavablarımız olacaq. Deməli, alınan turşunun əsaslığı. A variantı 3 əsaslı, yəni hidrogenin indeksinə baxırıq. 3 əsaslı, 4 əsaslı və 1 əsaslı. 3, 4, 1. A variantı olacaq. 7-ci testdə isə fosforun kalium xlor O3 ilə reaksiyasını qeyd edibdir. Buradan alınır P2O5. Reaksiyasından alınan X maddəsi üçün hansı ifadə doğrudur? P2O5 bərk haldadır. Və burada bizdən deyir, havadan ağır qazdır. Xeyr, qaz deyil, bərk haldadır. Qazların qurudulmasında istifadə olunur. İlk testimizdə də qeyd etdiyimiz kimi hidroskopik maddədir. Bəli, doğrudur. Suda həll etdikdə turşu əmələ gətirir. Bəli, ortofosfat turşusu əmələ gətirir. Bu da doğrudur. Keçək növbəti vərəqə. 28-ci sual bu testdir.